Deməli uşaqlar, Leyli Məcnunun biz bu 10-cu sinifdə, yəni məktəb dərsində olan hissəsində ki, epizodları, məqamların bilirik. Məcnunun Nəzir Niyazla dünyaya gəlməsi, məktəbə getməsi, Leyli ilə görüşməsi və bir-birlərini sevmələri, bu eşqin aləmə car olması, bundan Leylinin anasını xəbər tutması və ona nəsihətlər verməsi. O var Leylini qoyma məktəbə getsin. O ifanı görmüsüz. Bax orada Leylinin məktəbdən artıq anası tərəfindən təcrid olunmasıdır ki, bundan sonra bilmirsən, əbcədini, adını, soyadını yazmağı biləcəksən, məktəbə daha getməyəcəksən. Leyli də deyir ki, sən gah deyirsən belə elə, gah da deyirsən belə elə. Mən qalmışam o dünya suyun arasında. Mənim bu eşqdir, məşuqədir, bu kimi anlayışlardan xəbərim yoxdur. İndi anasına cavabı hissəsində bunları deyəcək. Gəlin görək o Leylinin nəsihəti hissəsinə Leyli necə cavab verir. Hamı izləyir də. Gəlin başlayaq. Leylinin anasına cavabı. Deməli burada yəni nəzm formasında olan hissəsində bilməlisiniz. Yəni nəzm formasında olan hissəsində heç olmasa bir dəfə oxuyub, sonra davamından ana dilində olan versiyasını oxumalısınız. İndi biz burada ümumi məzmunu haqqında və müəyyən dərəcədə ardıcıllığı o beynimizdə oturtmaq üçün bu sağ hissə ilə gedəcəyik. Amma olar ki, yəni sol hissədən də, yəni nəzm formasından da düşmüş ola bilər. Yəni qədim o leksikondan da belə deyək, indi hazırki dil normalarına uyğunlaşdırılıb belə deyək də, əgər düzgün çıxarsa tərcümə şəklində verilib. Çünki bizi illər ayırır da burdan. O vaxtki lüğət tərkibi ilə indiki lüğət tərkibi fərqlənir. Amma ana dilindədir də, yəni bunu nəzərdə saxlayın. Biz indi sağdakı hissə ilə gedəcəyik. Deyir, Leyli bu məzəmməti eşidəndə ürəyində belə qərara gəldi ki, zalım fələk onunla talih səhnəsində dəhşətli bir oyun çıxarıb. Deməli, neyniyir? Burada biz əsas yerlərə toxunmalıyıq. Deyir, əlacısız qaldı, danmaq yolunu üz tutdu. Deməli, neynədir? Başladı anasının bu kimi yəni şübhələrini danmağa. Deyir, ey ömür günümün muynisi ana, ey şahanə incimin mücrüsü ana. Bax, bu kimi xitabları bilsək, yəni diqqətimizdə saxlasaq yaxşı olar. Deyir, mənə məşuqə, aşiq, eşq sözlərindən bəhs eləyirsən, deyirsən. Deyir, mən bunların məzmununu anlamıram. Bax, yuxarı hissədə deyir. Deyir, mən sadə deyil, sadiq uşağam. Deyir, mən təmiz uşağam da, yəni bunların mənasını bilmirəm. Deyir, söylə, mən necə bundan məhəttəl qalmayım? Mən heç kəsdən eşq sözünü deyir, eşitmədim. Bunu ilk dəfə deyir, səndən eşitdim. Bunun mənası nədir? Məni aç bunun sirrin, mənim rəhbərim ol, ustadım ol. Deyir, mən məktəbə öz başıma getmirəm. Mən sənin fikrinə də zid iş tutmuram. Mənə deyirsən, gah məktəbə get, gah da deyirsən, ay aman, getmə. İndi mən deyir, sənə necə etibar edeyim? Mən qalmışam tərəddüd içərisində. Deyir, mənə yazığın gəlsin. Bu kimi sözləri mənə bir də təkrar eləmə. Ana bu cavabını eşidir və görür ki, Leyli həqiqətən də doğru deyir və ona görə şikayətdən və töhmətdən əl çəkir və həqiqətən də inanır ki, bu Leyli, bu ay üzlü, onu ay üzlü hesab edir. Aşiqlikdən deyir, xəbərsizdir və danışılanlar hamısı boş bir əfsanədən ibarətdir və kiminsə kimə aşiqliyinin də tam iftira olduğu qənaətinə gəlir və Leyli də amma əlacısız yenə buna baxmayaraq əlacısız olaraq evdə oturur və şahanə bənzər inci, yəni şahanə inciyə bənzər göz yaşları axıtmağa başlayır. Aha. Demək, hər dəm qəm içində min ah çəkə-çəkə o ay üzlü zərurətə səbirlə qatlaşdı. Dərdlə qəm nəğməsi qoşaraq bu qəzəli oxudu. Biz deyirik ki, yəni bu poema olmasına rəğmən, yəni bunun içərisində qəzəl verilir, mürəbbə verilir. Yəni lirik janrlardan istifadə olunur. Ədəbiyyatımızda ilk dəfə belə epik əsərin içərisində lirik parça verilməsi hansı əsərdə var? Bahariyədə. Harda? Bahariyədə Bahariyə yoxsa? yox, yox, yox. Bahariyədə dəhnədə. Dəhnamə yox. Dəhnəmədə də var, amma ilk hansıdır? Epik əsərin içində lirik. Dastan Da Əhməd Rami. Dastan Əhməd Harami, bəli.
13-cü əsr nümunəsi poemadır. İçərisində ilk dəfə qəzəl verilmişdi. Baxın, burada da qəzəllər verilib. Bu qəzəlin biri Qəzəli Leylidir. Burada özün, yəni belə deyək də, deyir məni cananımdan ayırdı fələk, mənim nalə əfxanım göylərə çıxdı deyir, mənim artıq bu taqətim yəni tükəndi deyir, mən cana gəldim, boğaza yığıldım, yəni mənim səbr qərarım qalmadı, gizlin qəmim məni öldürdü, gül üzümün bu gizli qəmdən xəbəri olmadı, yəni Məcnunun bu qəmdən xəbəri olmadı. Deyir, həm nəfəsim ahım idi, ah ki axırdı, o da bezikib qəm evimdən çıxdı. Məhəbbət təsiri ilə deyir, can bədənimdən çıxsa, sanmayın ki, məhəbbət təsiri ilə bədənimdən çıxa bilər. Yəni, can belə deyək də, o dərəcədə güclü bir qüvvə ilə ağrılarla, acılarla bədəni tərk edə bilər. Yəni, deyir, can bədənimdən çıxa bilər, amma məhəbbət bədənimdən əsla çıxmaz. Bunu demək istəyir burada. Lütf edib ey külək deyir, bugündən belə, bəlkə sən bir xəbər verəsən nazlı sərvimdən. Deməli, küləkdən, yəni yeldən yarından xəbər gətirməyini diləyir. Ey Füzuli, ayrılıq qəmi ilə halım pərişandır. Heç kəsin də mənim pərişan halımdan xəbəri yoxdur. Aha, Məcnunun Leyliyə səhrada rast gəlməsi. Deməli, bu aşiqlər yəni burada gəzişərkən, səhrada hələ gəzişərkən rast gəlirlər. Əsərin növbəti hissələrində də rast gələcəklər. İndi onlara toxunacağıq. Deyir, bir gün aləmi işıqlandıran bahar dünyaya Novruz feyzi gətirmişdi. Yəni bahar fəsli idi. Burada peyzaj verib müxtəlif ki, gül üzündən pərdəni götürüb bülbül nalə. Yəni güllər, bülbüllər də belə coşub çağlayır. Ətrafı təsvir eləyir Füzuli burada və deyir, bir neçə vəfalı həmsöhbəti də Məcnun yazığı ilə hər tərəfdən deyirlər ki, ay başı bəlalı, gül çağıdır da, gül fəslidir, bahardır. Pərişan olma, dur, get, gəz, ağlama. Deyir, sel deyilsən ki, fəryad qılırsan. Və deyir ki, biraz rahatdan, bu qədər qəm çəkmə təmiz vücuduna. Deyir, gəl biraz gəzməyə çıxaq. Bəlkə yarınla da görüşərsən. Yəni dostları ona gəzmək təklif eləyir. Bu gəzməyə təklif etməyinin də məqsədi yarı ilə görüşmə ehtimalının, yəni Leylini görmə ehtimalının olması idi. Deyir, dərdli Məcnun durdu ayağa və gəzmək üçün səhraya üst tutdu. Deyir, çölü düzü ağlaya-ağlaya seyr eləyirdi. Və sonra deyir ki, gözlənilmədən yolu bir yerə düşdü ki, orada sevgilisi bir neçə gül üzlü ilə birlikdə Məcnun xəstədən ayrı gəzib, kölgəsini laləliklərə salırdı. Yəni deyir, elə gəldi, fırlana-fırlana, dolana-dolana elə yerə gəlib çıxdı ki, burada Leyli öz qız rəyən rəfiqələri ilə oturmuşdu. Məcnun da burada dostları ilə gəzilmiş. Aha, deyir, yaşıl bir çadır qurulmuşdu. Elə bil ki, ay yaşıllıqda işıqlı dairə salmışdı. O gözəl çadır Gönçəyə, ayüzlü isə onun içində gül yarpağına bənzəyirdi. Yəni deyir, çadırın içində bu gözəl, sanki belə deyək də, Gönçənin içində o gül yarpağına bənzəyirdi. Bənzətmə aparılır burada. Deyir, Leyli ilə Məcnun burada üz-üzə gəldilər və seli qəm dəryasına qovuşdu. Artıq burada yəni dərd seli də belə deyək, göz yaşlarına boğulurlar. Leyli ilə Məcnun üz-üzə gəlir və burada Məhəmməd Füzulinin Leylini və Məcnunu özünə məxsus şəkildə bənzətmələri var. Deyir, Leyli demə məclisi işıqlandıran şamdır, Məcnun demə ciyəri yandıran atəşdir. Yəni Leyli, gəlin Leylini görək nə deyir. Leyli, birinci məclisi işıqlandıran şam. Sonra cənnət içində huri, gözəllik zirvəsində bir ay, zəmanənin yeganəsi. 4 dənə təsvir edir. Sonra Məcnun, ciyər yandıran atəş, zülmət içində nur, eşq mülkündə şah və bir şəhərin əfsanəsi. Bu da 4 ünsürlə, yəni müqayisə olunur, bənzədilir. Deyir, artıq bir-biri ilə qarşılaşdılar və bir-birlərinə baxa bilmədilər. Hər ikisi kölgə kimi yerə sərildi, deyir. Yəni Məcnun da birinci huşunu itirdi. Ondan sonra da Leyli də öz ixtiyarını itirib və huşunu itirib yıxıldı. Amma Leylini deyir, üzünə gül suyu səpib özünə gətirdilər və hər yandan ona
hasil etdilər ki, artıq birdən atan-anan xəbər tutar, Leyliyə dedilər də, özgə ilə aşina olubsan, dost olubsan, bir gözələ əsir olubsan, deyir, yəni bu yamandır, sənin adına da ziyandır. Dur gedək burdan. Oradan çadır və xalları yığışdırırlar, öz bürcünə aparırlar. Yəni ata-anası xəbər tutmasın deyə. Bəs Məcnunun aqibəti nə olur? Bu tərəfdə də Məcnunu oyadırlar və Məcnun da durub görür ki, yəni heç kəs yoxdur burada və o öz artıq həmdərdlərindən ah nalə etdikdən sonra həmdərdlərindən, dostlarından üzr istəyir ki, ey mənim dostlarım, ey mənim sirdaşlarım, deyir, yəni mənimlə oturub durmayın. Mən bu halətimə görə sizdən üzr istəyirəm. Mənlə oturub durmayın. Ona görə ki, deyir, siz də düşərsiniz mənim günümə də. Deyir, siz haram, mən haram. Deyir, yəni mən bir quşam ki, yuvamdan uçmuşam. Mən hara, ev meyli hara. Yəni mən səhrada bundan sonra məskən tutaram. Siz də az məndən dostluq eləyin, çıxın gedin. Deyir, əgər atam sizdən mənim halımı soruşsa, deyərsiniz ki, o əyin başın yox eləyib, öz bəxtin qaraldıb. Deyin ki, ay məhsun qoca, mənim ucumdan Tanrıdan dad eləmə ki, bu macəralar nədir? Bu bəlalar deyir səndən mənə yetişdi də. Yəni mən deyir yer qəmini, göy qəmini bilmirdim. Sən məni dünyaya gətirdin, sən mənim yaranmağımın nəticəsi vasitəsi oldun. Yəni bunun nəticəsində sənin məni dünya, yəni də belə deyək də, məni dünyaya gətirməyiniz nəticəsində mən yarandım. Və buna görə də sən dad eləmə ki, bu nə bəla idi, gəldi. Yəni bunu qəbul eləməyə bacar. Deyir, mən indi yox olmuşam, sən var ol, ümidini başqa oğula deyir bağla. Deyir, sən məni üzürlü say ki, ey əzizim, mən səndən qəsdən ayrılmadım. Deyir, mən xoşbəxtliyə çalışdım səni xoşbəxtliyə çatdıram, amma ətəyimdə möhnət, həsrət tikanları ilişdi. Deməli, göz yaşları yolumu sel kimi bastı. Yəni ortalığa həsrət, ayrılıq girdiyinə görə mən səni murada, xoşbəxtliyə çatdıra bilmədim. Yəni mən üzürlüyəm, məni üzürlü bil. Aha. Bunu dostlarına deyir və sonra Məcnun atasının Leyliyə elçiliyə getməsi və rədd cavabı alması artıq belə deyək ki, Məcnun atasının, yəni Məcnun atası bilir ki, bu Məcnun dərdi səri nədir və elçiliyə gedir onun Leylinin atasına. Bu görə bu elçilikdə nə baş verir? Deyir, söz cövhərinin alıcısı bazarı belə qızışdırdı. Deyir, o qoca qəm içində aciz qalıb Məcnunun zəncirlənməsi fikrinə düşdü və bildi ki, əgər Leyli olmasa, onu sakitləşdirmək mümkün deyil. Yəni arzusunun deyir, kam ümidi ilə böyük şəxsiyyətləri də toplayıb, ali şəxsləri də toplayıb başına arzusunun Kəbəsinə üz tutdu. Yəni arzusunun Kəbə deyildi, belə deyildi, çarə tapılan yerdə. Arzusunun da çarəsi kimdə idi? Leylinin atasındaydı. Yəni Leylinin atası gilə, Leyli gilə üz tutdu. Leylinin atası xəbər tutdu ki, bu rütbəlilər, böyüklər gəlir. Ola bilər testlərdə filan düşər ki, etinansız qarşılayır, laqeyd qarşılayır. Belə bir şey yoxdur uşaqlar. Yəni hər iki ailə ərəb qəbiləsindən idi və sayılıb seçilən zəngin zümrədən idilər. Dəfələrlə xoş gəldinizlərlə qarşılayır. Gəlişiniz xeyirli olsun deyir Leylinin atası, Məcnunun atası gilə. Deyir, hamı oturdu. O isə sərv ağaca kimi ayaq üstə qaldı və qonaqlarına misr bərabər olmayan yeməklərlə dolu süfrə açdı. Və başladı artıq o Məcnunun atası dərdini danışmağa ki, deyir, ay qüdrəti ilə qəbilələrin qibləsi olan, yəni qəbilələrin belə deyək də iqamətgahı, istiqamətinin yönəldiyi, üst tutduğu yer olan. Deyir, hamı sənin vasitənlə öz arzusuna çatır. Mənim də nəslim sənə məlumdur. Yəni bilirsən mən kimlərdənəm. Ona görə hökmümə də minlərlə ev tabedir. Dolayısıyla öz nəsli və əcabəti barəsində məlumat vermir. Deyir, artıq sənə məlumdur. Deyir, mənim artıq oğlum var, yəni bir üzürlü oğlum var ki, yəni mənim onu poetik dillə deyir, nadir incimə bir ləl ilə qarşılaşdırmaq istəyirəm. Yəni oğlunu inciyə bənzədir, Leylini də lələ bənzədir. Deyir, incimi ləllə qarışdırmaq istəyirəm. Yəni izdivac bağlamaq istəyirəm. Deyir, eşitmişəm, mənim incimə yaraşan bir ləlim var. Yəni Məcnuna yaraşan Leylim var. Deyir, gəl o ləlini ver mənə inci ilə əzizləndirim.
Deyir sərv gülü öz kölgəsində bəsləsin. Yəni sərv, yəni sən deyir gülü kölgəndə bəslə. O gül sərvin sayəsində olsun. Yəni gəlsinlər bu Məcnunla Leyli bir-birinin sayəsində ortalığa çıxa bilsinlər deyir. Deyir sözümü anla, yəni bu işə laqeyd yanaşma, qəflətdə də qalma. Deyir əgər bu arzum yerinə yetişsə, məndən nə istəyirsən istə. İndi görək Leylinin atası nə deyir? Deyir ki, ey müdrik və mənim kimi övlad tələsin əsir. Nə demək istəyir? Deyir, mənim kimi övlad tələsin əsir. Yəni deyir, sən də övladından belə deyək də xəcalətlisən bir növ dırnaq arası da biz bunu belə deyək. Sən də mən də. Deyir, şəfa gətirmisən, bizi yerlərdən götürmüsən. Deyir, xitabın, yəni mənə olan müraciətin çox çətindir. Mən heç bilmirəm cavabında nə deyim, amma hər halda deyir sənin qohumluğun mənə şərəfdir. Lakin sənin deyir varisin, yəni xələfin çox qəribə bir övladdır. Deyir, xalq ona Məcnun deyə, yəni dəli deyə təni edir, lağ edir. Deyir, bəs mənim qızım o dəliyə necə layiq ola bilər? Divlə pərinin dostluğu mümkündür? Əlbəttə mümkün deyil. Deyir, indi sən o halda mən Leylini Məcnuna verə bilərəm ki, Məcnun getsin öz eşqindən əl çəksin və o zaman da Leyli onun olsun və sən get ki, onu bu xəstəlikdən, bu dərddən qurtarmağa, islah etməyə çalış. Deyir, sən onun deyir əlacına çalış, bəli. Deyir, Məcnunun dərdini əlaca çalış, ondan sonra Leylini mən Məcnuna verə bilərəm. Yəni belə bir də şərt kəsir Leylinin atası. Elçilik prosesi burada yekunlaşır. Nöfəlin Məcnundan söhbəti başlayır. Nöfəl kimdir? Nöfəl türk sərkərdəsidir. Belə deyək ki, deyir, o vaxt bir xoşbəxt, ədalətli, adlı sanlı, qılıncı ilə çox çətinliklərin düyününü aça bilən Nöfər adlı bir məşhur var imiş. Deyir, eşq yolunda da çox yürümüşdü. Çox zamanə zülmü də görmüşdü. Yəni dövləti işlərdə də iştiraki olmuşdu. Eşq yolunda da yürümüşdü. Deyir, birdən-birə bir məclisdə Məcnunun qəzəlini oxuyanda, şeirin oxuyanda ona təsir eləyir bu və o kimdir deyə soruşur və ona deyirlər ki, ey şah, onu, yəni Məcnunu bir ay deyir, yəni Leyli nəzərdə tutulur da Leyli özünə vurğun edib və o da neyniyib? Rüsvaylığı özünə peşə eləyib və həmişə heyvanlarla, vəhşilərlə birlikdə gəzir. Bu məclisdəkilərin bu tərifindən sonra Nöfəl Məcnunu görmək istəyir və ona görə də səhraya üz tutur. Gəlib burada onu küncdə atılmış və ağlar şəkildə tapır. Və artıq halını yaman gündə görəndə soruşur. Və deyir ki, ay ətrafında görür ki, quşlar və vəhşilər bürüyübdür. Yırtıcı heyvanlar onu dövrəyə almışdır və deyir ki, bala, yəni bu nə baladır da sən düşmüsən. Mehribanlıqla Məcnuna yanaşır, deyir ki, ey xəstə, bu nə əzabdır çəkirsən? Niyə xəzinəni zay etmisən? Deyirsən bu vəhşilərlə oturub durmaya, gəl həmcinslərindən, yəni məndən, mənim kimi sənin dərdinə çarə olan insanlardan kamını istə, arzunu istə. Deyir, sərgardan olub səhralara düşmə. Deyir, dövləti huma quşundan, xəzinəni də əjdahadan istəyərlər də. Deyir, qəmxarım mənəm, qəm çəkmə. Sabah yarın sənə yar olar. İşin qızılla ötərsə, mən qızıl da tökərəm. Vuruşa ehtiyac varsa, mən döyüşərəm, qan da tökərəm. Qənimət sənə çatar, yəni Leyli ilə sən qovuşarsan, mənimlə dostluq et. Bil ki, mən sənnəmsə, demək o da səndir, yəni Leyli də sənindir, o deməkdir. Deyir, yəni boş-boş işlərin dalınca düşməyinə gərək yoxdur. Artıq belə deyək, Məcnun da burada Nöfələ dərdini öz izah eləyir və belə deyək ki, demək artıq Məcnun Nöfələ dərdin izah etməsi, yəni Məcnun başlayır burada özü haqqında məlumatlar verməyə. Deyir, ey zəmanəsinin yeganəsi. Deməli Məcnun Nöfəli zəmanəsinin yeganəsi adlandırır. Deyir, mənə çox dua tədbir elədilər, cəhd etdilər, mənə yardım göstərmək istədilər. Burada bilirsən nəyə işarə edir?
ona işarə edir ki, atası axı onu xəstəlikdən filan qurtarmağa çalışır, onu Kəbəyə aparır, yəni onun dərdinə çarə etməyə çalışır. Məcnunu atası həkimlərə göstərir. Yəni bundan bir çarə olmur. Hətta Kəbədə Məcnun gedib özünə daha çox eşq arzulayır və orada tərs işləyir də belə deyək. Məcnun atası aparmışdı ki, eşqdən azad olsun. Məcnun Kəbədə gedib özünə daha çox eşq arzulayır və bu kimi məsələlər başından keçir. Burada Məcnun onu bildirir ki, məni dua tədbirlə cəhd etdilər, mənə yardım göstərmək istədilər. Deyir, lakin Pəri divə tabe olmadı. Torpağa çox qızıl töküldü, bir fayda olmadı. Deyir, bilirəm, səndə çox lütf var, amma məndə bəxt yoxdur. Deyir, sürmə, yəni o gözə çəkilən o sürmə göz işığını artırır. Amma bir halda ki, göz kordur, ona nə fayda? Bəxtimə deyir, inamım yoxdur. Muradıma çatmağım çətin görünür. Deyir, qorxuram sən bu işə başlayasan, sənin də işin istədiyin kimi bitməyə. Həm sevgilim mənə yar olmasın, həm də bütün dostlarım mənim dönüb düşmənim olsun. Deyir, bilirəm ki, bəxtim yamandır, sənin vermək istədiyin fayda mənə ziyandır. Bəxtim sifətində bir qəzəl var, daim mən onu deyirəm. Deməli, artıq növbəti qəzəl Məcnuna məxsusdur. Deyir, bu qəzəl ağlar Məcnunundur. Burada da, yəni o şiddətli şəkildə ağrıların, acıların ifadə edir. Deyir, mən vəfa istədim, cəfa gördüm. Vəfasız dünyada kimi gördümsə elə vəfasız gördüm. Deyir, mən dərdimə dərman istədim, özüm hamını, deyir, kimə ki üst tutdum, onu özümdən betər dərdə düşmüş gördüm. Deyir, mən suyun ətəyindən yapışdım, axarı üz döndərdi məndən. Güzgüdən sədaqət umdum, orada da gözlədiyimin əksini gördüm. Yəni, deyir, mən güzgüyə baxmaq istədim, özümü xoş görmək istədim, amma güzgüdə daha betər şeyləri gördüm. Yəni, güzgüdə adam kimi görür, özün görür də. Yəni, betər şeyləri görürsə, yəni öz vəziyyətinin betər olduğunu ifadə etmək istəyib. Deyir, ümid qapısına ayaq bastım, sərgərdanlıq qismətim oldu. Hünər ipinin ucundan yapışdım, əlimdə əjdaha gördüm. Göylər qara baxtımın ulduzunu 100 dəfə mənə göstərdi. Deyir, hamısını bədbəxt qara gördüm. Burada da Füzuli deyən müraciət var. Deyir, dünya əhlindən üz çevirsəm eyb tutma. Ona görə ki, hər kimə üz tutdumsa, ondan mən, deyir, 100 bəla gördüm. Rədifimiz yəni burada bəla, daha doğrusu gördüm deyə gedir. Sonda təkrarlanır. Artıq Nofəlin burada deyir ikinci dəfə vuruşub cəhdini, əhdini pozması. Belə deyək, burada bu hissədə Nofəl kömək məqsədi ilə Leylin atası ilə müharibəyə başlayır. Məcnuna kömək məqsədi ilə başlayır və əslində Məcnun burada Leylinin atasının məğlub olmasını istəmir. Əksinə Leylinin atasına kömək eləyir Məcnun. Belə bir qəribə bir xarakteri də var Məcnunun. Yəni bəzi epizodlarda biz onu belə ziddiyyət obyekti kimi görə bilirik və artıq burada vuruşanda növbəti dəfədə deyir türk silahı qalib çıxdı, ərəb qoşunu məğlub oldu. Yenidən vuruşanda yenə də artıq burada deyir pəhləvanlar ox əl atdılar, baş kəsildi, qan töküldü, can bədəni tərk etdi. Deyir Nofəl bu dəfə qalib çıxdı, əvvəlki vuruşdan fərqli olaraq. Deməli uşaqlar, burada biraz ziddiyyət məsələsi var. Misal üçün birinci bənddə deyilir ki, ərəb qoşunu məğlub olub, türk qalib gəlir. Yəni türk olan Nofəldir də, ərəb Leylinin atasıdır. Amma yəni 4-də deyir ki, daha doğrusu 3-də deyir ki, əvvəlki vuruşdan fərqli olaraq Nöfəl bu dəfə qalib çıxdı. Yəni burada biraz ziddiyyətlər var, amma bilin ki, ən sonuncu vuruş, yəni Nöfəlin xeyrinə olur. Yəni bu müharibə Nöfəlin qələbəsi ilə başa çatır. Lakin Leylin atası bu halda bir yolu əl atır, başını açdı deyir, gözündən qan yaş tökdü. Acizanə dedi ki, ey başçı müdrik ədalətli şahlar şahı, əgər bu istirabın Leyli üçündürsə, cavabında yox demirəm. Deyir, amma bil ki, mənim qızım qəbilədə nişanlıdır. Deyir, əgər istəyirsənsə bu qaydanı pozursa, yəni sən hökmün, bari o qızı deyir özgəyə vermə. Sən qalib gəlmisənsə, elə özün də al. Namusumuzu da fənaya vermə.
Yəni başqasına nişanlı olduğunu bildirir. Məcnunun hərəkətlərində yəni belə deyək də, artıq nəticədə Leylinin atası onu ona vermək istəmirdi axı. Deyir, qızımı sən al. Nofel də deyir ki, ey şərəflərin seçilmişi, mən də ədalət və insafa qarşı deyiləm. Deyir, ancaq mənim vəfam, vicdanım da öz yerindədir. Deyir, gövhər xəzinəsini bağışlayanam, amma şuarım da amansız zülm deyil. Ölçülərimin məhək daşı ədalətdir. Deyir, özüm də bu macəradan acizlərə etdiyim zülmdən xəcalətliyəm. Yəni deyir, üzr istəyirəm, mən xəcalətliyəm. Məqsədim öz muradıma yetmək deyil. Deyir, mən bir sınmışa, mumyaya dərman, sınmış mumyaya, yəni belə deyək, dərman istəyirdim. Bir xəstəyə sağlamlıq diləyirdim. Deyir, gördüm ki, bu tələb də çətindir. Xəstə əlacsızdır. Mən deyir, artıq peşman oldum. Deyir, bu səhvimi şərəflə Allah bağışlasın. Mal dövlətin də mənə gərək deyil. Əyalın da sənin olsun. Deyir, indi get xətərdən, bəladan arxayın ol. Bundan sonra şərdən qorxma. Yəni deyir, hətta yəni mən də sənin yanındayam. Şərdən qorxma. Bunu deyir, silahını açdı və öz ölkəsini üst tutdu. Yəni qısası Nofel də cəmiyyətin mövcud düşüncəsini qəbul etməli olur. Xeyirxahlıq etmək istəyirdi, Məcnun dərdlərinə dərman olmaq istəyirdi. Hətta bunu insanlıq borcu sayırdı Nofel. Amma o da cəmiyyətin əxlaq və təfəkkür maraqları qarşısında aciz qalır uşaqlar. Nofel öz niyyətindən əl çəkir və yəni belə deyək və çıxıb gedir öz ölkəsinə doğru. Artıq Leylinin İbn Səlama nikah edilməsi, deməli, gəlin burada nikah edilməsi məsələsi var. Deyir, artıq əfsanə qoşan rəvayət sahibi hekayəti belə başladı. Bir nadir dost var idi, vəfalı idi, adı Zeyd idi. Deməli, bu Zeyd dedik ki, Məcnunun dostudur, əvvəldən tanıdığı dostudur. Nə xəbər olsa, nə məlumat olsa, Zeyd Məcnuna çatdırır. Onun da, Zeydin də Zeynəb adlı bir gözəlin əsiri idi, yəni onun aşiqi idi. Deyir, o da məhəbbətin cəfasını çəkmişdi. O da məzəmmət bəlasını görmüşdü. Yəni, deyir, bu zavallı və kədərli aşiq də bu yüzdən həmişə Məcnuna meyl edərmiş. Leyla ərə gedir İbn Səlama. Ərə getdiyin eşidən kimi gəl özün Məcnuna çatdırır. Deyir, ey vəfalı dostum. Deyir, qəmli çağlarımda qəmküsarım. Söhbətin həmişəki deyil, hər günkü deyil. Deyir, artıq sənin şamın deyir, yəni sənin da pərin özgəsinə həmdəm olubdu. Elə bir artıq bunu dedikdən sonra deyir, Məcnunun qurumuş, yəni çöpə elə bir ki, od vuruldu da belə deyir. Yəni daha doğrusu yox. Zeyd bunu dedikdə qurumuş çöpə od vuruldu. Yəni Zeyd bunu deyərkən o məqamda sanki çöpə od vuruldu, alov yandırıldı. Nə deyir Zeyd? Deyir, ey bəlakeş, deyir, dünən sənin bəxt ulduzun qaraldı, dövran sən yazıq zülüm etdi. Yarın İbn Səlamın qisməti oldu. Deməli, Leylini İbn Səlama ərə veriblər. Bu da gəlib onu deməyə. Bunu dedikdən sonra deyir, sevgilin özgə məclisin şamı oldu. Sənin qismətin ürək oduna dözmək oldu. Nəysə, Məcnun bu xəbəri eşidən kimi alovları göylərə ucalır və vəhşilər içində bu bədbəxt bir nalə çəkdi. Əlinə qələm aldı və dildarına məzəmmət məktubu yazdı. Bəli, bu xəbəri eşitdikdən sonra Məcnun danlaq dolu, məzəmmət dolu Leyliyə məktub yazır və belə deyək, Leyli də ona cavab məktubu yazır. Burada düzdür, əksini tapmayıb o, sonraki məsələdir. Mən yenə deyirəm, bilin, Leyli cavab məktubunda deyir ki, mən qul kimi satılmışam, hüquqsuzam. Yəni, burada bilavasitə mənim, belə deyək də, qüsurum, qəbam yoxdur, qəbahətim yoxdur. Deyir, mənim sadəcə mən hüquqsuzam, məni oradan ora, buradan bura sürüyürlər. Yəni, ona görə də deyir, sən bu xətanı məndə görmə. Aha, bu məsələdə atası artıq son anda, yəni gəlir ki, Məcnunu səhradan axırıncı olaraq, yəni axır deyir ki, mənə varis lazımdır, mən sabah bir gün ölüb gedəcəm.
Mənim taxtıma kim keçməlidir? Gəlir Məcnunu səhradan geri döndərmək, geri qaytarmaq istəyir. Məcnun səhrada tapması və nəsihətlə yola gətirməkdən aciz qalması. Başlayır, deyir, xəstə Məcnunun atası gecə-gündüz qaxınc içərisində idi. Deməli ona neynirdilər? Başına qaxırdılar da belə bir məsələnin olmasına görə. Deyir artıq əlindən ixtiyarı getmişdi. Gündüzlər səbri, gecələr qərarı yox idi. Amma buna da bir əlac tapa bilmirdi. Deyir, ey ürəyi, yəni bir gün xəbər çatdırdılar ki ona, ey ürəyi yaralı xəstə qoca, dünən Leylinin o acıdil atası, o varlı alçaq, cahil qoca xeyli adam içində dad edirdi. Yazıq Məcnun adın çəkirdi. Necə adın çəkirdi? Deyir ki, bu divanə hökmə tabe olmayıb, bizi el içində bədnam eləyir. Daima deyir, bizə zərəri dəyir. Deyir, elə Nofəlin qəzəbin götürün. Necə ki, təndə canı var, namusumuza ziyandır. Yəni, Leylinin atası bu kimi şeylərdən şikayət eləyir və onu da gəlib Məcnun atasına çatdırırlar. Və şeir ilanın zatında olduğu üçün onu dəf etmək lazımdır. Namus bizim deyil, sənindir. Deyir, yəni oğul sənin oğlundur da. Deyir, düşmənliyinə inandılar, onu yox eləmək qərarına gəldilər. Deyir, yad deyil, oğlunu yada sal. Bir çarə gör ki, düşmənimiz sevinməsin. O qoca min istiraba dözüb, əlacsız qaldı və özünə əzab verib sel-tək səhralara üst tutdu. Cəhd edib hər yeri gəzdi, mənzil-mənzil qanlı göz yaşlarının izini tutub nişanını axtardı. Yəni başladı bu səhrada oğlunu axtarmağa. Deyir, gecənin qaranlığı gündüzü əvəz edəndə, zülmətə keçəndə dünya iz seçmək çətinləşdi. Yəni deyir, qaranlıq düşdü, qocanın axtarışı daha da ağırlaşdı. Deyir, ahva ilə avara-avara gəzirmiş, birdən bir işıq gördü. Bu od qara gecəni gündüzə çevirdi və hətta atası elə bildi ki, bu odu yandıran böyük bir ərəb qəbiləsidir. Amma pərvanə kimi oda tərəf üst tutanda yetişib baxıb gördü ki, bu şölə bir nəfəsdir. Yəni bu çör-çöp yanğını deyil də. Bu sən demə nə imiş? Məcnunun başından ucalan ah imiş, ot saçırmış. Burada təbii ki, Məhəmməd Füzuli mübaliğədən istifadə etmişdi. Deyir, dünyadan gözünü çəkmiş, başından, gözündən, cismindən, canından keçmiş Məcnunun axıdı. Deyir, ona mal, nə mülk qovğasındadır. Yəni, o hayda deyil. Nə ana, nə ata arzusundadır. Etibar yarpaqlarını sel aparmış, gözlədiyi isə təkcə ölümdür. Deməli, artıq deyir, oğlun halını görüb, qoca gözündən saralmış, üzünə qanlı yaş dökür. Yəni başladı bu hala gileylənməyə və heyfslənməyə. Deyir, o yazıq yaşla dolu gözünü açdı və dedi. Deyir, kimsən, ey mənim həmdəmim? Əgər elçisənsə xəbərin ye. Atasını belə tanımır. Deyir ki, elçisənsə, yəni qasidsənsə, xəbər gətirmisənsə, xəbərini yetir. O bədirlənmiş ayın müjdəsini ver. Yəni deyir, hələ də bədirlənmiş ayın, yəni Leylinin, hələ də Leylinin həsrətindədir. Hələ də bir ümidi var ki, ondan xəbər gələcək. Deyir, əgər yolçusansa, vaxtını itirmə onda. Çalış, özünə özgə mənzil, yəni axtarmada. Qoca yalvarmağa başladı. Deyir, ey mənim həyat nəqdimin sahibi, mən sandıqçayam. Sən gecəni işıqlandıran dürsən. Yəni mən üzü qara sənin atanam. Mənim ziyana düşmüş ömrümün barı bəhəri. Yəni bunu adlandırır da, deyir şərəfim, fəxrim, canım mənim, ürəyim. Deyir mən bu taxt məndən ki boşalanda sən mənim malıma, deyir mülkümə vali olasısan. Deyir səni görəndə xalq məni yada salmalıdır. Sənin adından adım həmişəlik var olmalıdır. Ona görə də deyir sən qayıdıb gəlməlisən, mənim əvəz eləməlisən. Deyir, uşaq vaxtı sən səhraya düşəndə, yaxanı yırtıb eşq oduna dünyada məşhur oldu. Sən o vaxt üzürlü idin də, yəni uşaq idin. Deyir, indi axı üzürlü deyilsən. Deyir, hər vaxtın bir əmri var. Hər əhdin öz uyar işi var. Deyir, cavanlar üçün eşq hünərdir. Ağla dolmağa rəhbərdir. İndi ki, ağıl məqamına çatmısan, tam təhsilə, kamala sahib olmusan. Yəni deyir, ağlın başındadır, indi özünə gəl, qafil-qafil gəzmə, vəhşilərlə birlik eləmə. Deyir, hamı həmcinsi ilə gəzsə o xoşdur da, vəhşi ilə gəzsin, quş quşla gəzsin, sən də gəl insanlarla gəz.
Deyir, mənim ağlar, yəni mən ağlar namurada, yəni murada yetişməyənə rəhm elə. Deyir, məni bu bəla əzabında qoyma. Çünki deyir, sübhümün günəşi sənsən. Deyir, yəni mənim açılan günəşim sənsən. Artıq deyir ki, belim bükülüb, ömrümün bu sona yetməsinin, meylimin qəbrə tərəf olmasının sübutudur. Yəni deyir, artıq mənim ömrüm çox qalmayıb. Gəl, mən yerimi deyir sənə tapşırım. Büsatımın ehtiramının sahibi ol. Deyir, bütpərəstlikdən, bir bütün əsiri olmaqdan nə fayda var ki? Deyir, sənin məgər qəbahətindən xəbərin yoxdur? Deyir, artıq bu məzəmmətli halətin sənə ancaq xəcalət gətirir. Elə bir dilbərə könül ver ki, onun səbatı olsun da, yəni sabitliyi olsun. Bir yerdə də, yəni elə bir ki, ondan sabit şəkildə eşqini yaşaya biləsən. Belə səhralarda, belə dağlarda, düzlərdə olmayasan. Deyir ki, sənin yarın gah Nofəlin qulluğunda durur, gah İbn Səlama can dostu olur. Bax, belə bir qarayaxma deyilir o Leyliyə. Deyir, sən bu bəlada ikən o düşmən məclisinin çırağı olub. Bu eşqbazlıqdan canını boş yerə güdaza verməkdən utan. Dünyanın deyir vəfası yoxdur. Deyir, tutaq ki, yarın sənə yar oldu. Hə, lap yaxşı oldu. Deyir, onunla qovuşanda bil ki, bir gün ayrılacaqsan. Yəni buna görə nəyə görə sən özünü belə həba eləyirsən? Boş-boş gəzməyə burax, Allahı yadına sal. Deyir, bil ki, ruhun sonda qayıdacağı, son sığınacağı o yer oradır. Deyir, ona görə də axırda da ruhun Allahındır. Sən sözünü ona de. Deyir ki, Allahdan istə. Yəni çünki son nöqtə deyir, son nöqtə odur. Allah zamanın da, aləmin də yaradıcısıdır. Deyir, buna əməl eləməmək özü elə günahdır. Yəni deyir, usta muzdu hər kəsin əməlinə görə verir. Deyir, sən bu işə görə gəlməlisən ki, yəni mənim belə deyək də davamçım olasan. Çünki nəyə görə nəzir niyaz verirdi? Varisi yox idi da ona görə Məcnun dünyaya gətirib. Məcnun da gəldi belə çıxdı. Deyir, mənim dünyadan köç edib bu torpaq binasından ayrılmaq vaxtım gəlib. Vaxtımı fənaya vermə, qayıt. Deyir, mülkümü, malımı, mülkümü yadlara vermə. Deməli, malın, mülkün yadlara qismət olmasını ehtiyat edir atası. Deyir, çünki onu mən çox əzabla yığmışam. Qıyma ki, xəzinə özgələrin payı olsun. Deyir, artıq bəxtin yuxudan oyananda, bu çəkişmədən yorulanda qorxuram halım başqa ola. Dünyada o zamanda nə mən olam, nə malım. Yəni çox gec olar da birdən o ayılanda, sən oyananda. Deyir, əlbəri başdan özünə gəl. Deyir, kimsəsizliyə bağlanıbsan. Qorxuram kimsəsiz, qızılsız qalasan. Yəni deyir, dur özünə gəl. Aqil insan uzağı görən olmalıdır. Dünyada ümid bir dirəkdir. Ağıllı qoca artıq nəsihətini bitirir. Bu Məcnuna öyüd deyir, Məcnuna təsir elədi. Bax bu hissəyə diqqət eləyin. Müdrik sözlərə mail oldu, yəni meyl elədi. Bir fikrə düşdü ki, aqil olsun, divanəlik zəncirin qırsın, öz sevdasının əsiri olmasın. Və dildar arzusundan keçib bir daha eşqə düşməsin. İndi görək necə olur ki, bu təzədən qayıdır, bu sıfırlanır. Necə olur bu? Deyir, amma yenə eşq şəhriyarı o yazığı qulluğuna çəkdi. Nə dedi? Dedi, ey bu dünyada bütün varlığı mənim olan, bu cisim və canda sənin nəyin var? Cana tamah salma ki, mənimdir. Tənimdən əl çək ki, məskənimdir. Məndən keç, canımdan, tənimdən ayrıl. Varın qoy üzünün, özünün olsun, özün bil, dedi. Deyir, amma eşqim mənimdir, yəni ruhum mənimdir. Gül kolu kimi qanı coşa gəldi, bülbül kimi fağanə gəldi. Deyir ki, ey tamam haqlı olan, nəsihəti ilə mənə sağlamlıq nişanı olan. Deyir, bilirəm ki, sənin fikirlərinin faydalığı mənim xeyrimədir. Deyir, amma mən sənin sözünə qulaq tutdumsa da nə fayda? Eşitdim və unutdum. Deyir, yəni bu qulağımdan verdim, o birisi qulağımdan aldım. Bu qulağımdan aldım, o birisi qulağımdan verdim. Deyir, yəni sənin sözündən mənə xəbər tut ki, mən heç özümdən xəbərim yoxdur. Yəni sənin sözündən xəbər tutmağımı gözləmə. Mənim heç özümdən xəbərim yoxdur. Daxilimi, xaricimi eşq alıb, səbrimi, sükutumu yel aparıb. Deyir, mən hara, eşqi tərk etmək hara? Deyir, əzəli eşq canından çıxarmı? Çıxmaz təbii ki. Ona görə deyir ki, nəsihət verib heç məni sağaltmaq arzusuna düşmə. Deyir, yəni məni evə çağırma.
Artıq sənsə, yəni ancaq mənə mülk, mal sözü söylə və oğlunu da özün kimi bil, fərz elə ki, mala sahib oldu, getdi və dövləti özgəsinə qoydu. Yəni, elə hesab elə ki, mən gəldim, gələndən sonra mülkünü başqasına verdim. Belə hesab elə. Deyir, o öşq ölkəsinin padişahı Bələdər cilvəsinin ayı üzr istəyib ah çəkirdi. Belə də yəni bitirdi nitqin və atası da heyrət elədi ki, buna təbii ki, Məcnun dedi ki, fikir eləmə, yəni biz iki bədəndə bir ruhuq, bizdə ikilik nişanı yoxdur, yəni Leyli ilə nəzərdə tutur. Deyir, hər birimizin özgə canı yoxdur. Sən sanma ki, o odur, mən mənəm. Yox. Deyir, biz elə iki tənimiz bir canda diridir. O şad olsa şad oluram, qəm eləsə qəmli oluram. Və bunu biləndən sonra Məcnun atası da bildi ki, bu naxış pozulan deyil və hiylə ilə, yəni başqa yollarla bu eşq zay olan da deyil. Ona görə deyir, bir daha nəsihət verməkdən, tənə vurmaqla əzab vermədi, qovğa yolundan əl çəkib ümidsiz şəkildə vidalaşdı. Artıq İbn Səlamın vəfat etməsi, uşaqlar. İbn Səlam necə vəfat eləyir? Belə ki, yəni belə deyim, Məcnunla belə deyək, sadiq olduğu üçün Leyli İbn Səlamla evləndikdə də ondan ər-arvad olmur. Yəni arvad olmur İbn Səlama. İbn Səlama hətta belə yalandan aldadır ki, deyir bir yəni cin var, belə deyək də. Onu tam dəqiq deyir. Deyər ki, yəni o cin, deyir, əgər İbn Səlam Leyliyə deyir, mənə yaxın düşsən, o cin var ki, o Leyliyə də, yəni ərə də, arvada da ziyan vurur. Hətta o adamı öldürəcəkdir. Deyir, ərə getdiyi adamı öldürəcəkdir. Yəni Leylidə deyir, cin var. Kimə ərə gedibsə onu öldürəcəkdir. Yəni İbn Səlamı. Belə aldadır İbn Səlamı və Məcnundan fərqli olaraq İbn Səlam heç də böyük eşq yolunda böyük fədakarlıqlara hazır deyildi. Buna görə də o buna inanır, vahməyə düşür və Leyliyə yaxın durmaq sevdasından əl çəkir və Leylinin həsrətindən ürək partlayıb ölür. Buna görə İbn Səlam vəfat eləyir. Burada da deyir, bəli, deyir, İbn Səlamı Məcnun ahının oxuna hədəf etdi. Deyir, hətta bunu Məcnunun ahı ilə də əlaqələndirir Füzuli. Deyir, artıq gizli həsrətin dərdi, qəmi, sərf qəddini naziltdi, tilsimi pozulmağa başladı, canı elə bir hala düşdü ki, bəxt ulduzu onu yatağa saldı, günü-gündən halı pisləşdi, yəni burada İbn Səlamdan söhbət gedir, sağalmaq ehtimalı qalmadı, dərdinə dava xəstəliyə əlac tapılmadı, bəli. Və can verib haqqa qovuşdu. Beləliklə İbn Səlam vəfat etdi və bu da deyir, Leylini fəqana gətirmək üçün bu hadisə bir bəhanə oldu. Sanki ərinə ağlayırmışcasına Məcnunla qovuşa bilməməyinə, ona yar ola bilməməyinə ağlayır və 1-2 il matəm tutarmış, ər öləndə arvad, ərəb adətinə görə fəryad fəğan edərmiş. Bu gözələ də bu adət çox xoş gəldi. Elə 1-2 il oturdu Məcnuna görə ağladı da İbn Səlam adı ilə. Sonra da qayıdır dədəsi evinə, yəni atasının evinə, Leyli. Orada da yenə də Məcnuna o, yəni sadiqliyi nümayiş etdirir və Məcnuna qovuşa bilməməyinə görə ah-vay edir. Daha sonra burada da Zeyd, biz deyirik də bütün nə mənfi xəbərləri varsa Zeyd aparıb çatdırır Məcnuna. Deyir, bu hadisədən xəbərdar oldu, Məcnuna üz tutdu. Gəlib deyir ki, rəqibin xəstələndi, İbn Səlam məhv oldu zaman, İbn Səlamı məhv elədi, Leyli əhvalı xoş öz evinə döndü. Muştalıq verirdi, ona elə bir ki, müjdə gətirir. Amma Məcnun burada sevinmək əvəzinə başlayır ah-nalə çəkməyə, fəryad qoparmağa və bu halı ağlamağa. Zeyd, qafil Zeyd, yəni xəbərsiz Zeyd heyrətlənir ki, nə olub ay baş ödüm, sən bu vaxta kimi Leylinin eşqi ilə yanıb düşürdün, indi Leyla azaddır, nəyə ağlayırsan? Hə, deyirsən gülməlisən, nə üçün ağlayırsan? Bu əhvalatı soruşur Məcnundan. Məcnun deyir ki, ey vəfalı dostum, deyir, mən necə gülə bilərəm buna? Mənim abrım həyam yoxdurmu? Deyir, cananın can verən tapılıb, can verməyən arada itibdir. Yəni deyir, o mənim dostum idi.
düşmənim deyildi. Ona görə ki, biz ikimiz də Leylinin əsiri idik. Yəni Leyliyə həm o aşiq idi, həm də mən. Bizim ortaq cəhətimiz, ortaq nöqtəmiz vardı. Mən onunla dost idim. Deyir o canını tapşırdı, öldü. O öz yolunda biz deyirdi sufi axı düşüncələr burada orta dövrdə var idi, burada da öz əksini tapır. Deyir o öz yolunda kamil çıxdı. Yəni Allaha qovuşdu, nicat tapdı. Mən bu kamala çata bilmədim. Ona görə də mənim ağlamağımı eyib tutma. Artıq sonra Leylinin dəvəyə sirrini açması, yəni belə deyə artıq Leyli Məcnun azad olduqdan sonra Məcnuna tərəf üst tutmaq istəyir və Məcnunla qovuşmaq istəyir. Burada gəlib dəvəni görəndə dəvə ilə söhbətə keçir. Deyir, deyir sən aşiq, yəni əgər sən aşiqsənsə mən sənin dostunam. Sən də yar eşqindən, qəmindən ağlayırsan. Sən də bizim cərgədənsən. Yəni dəvə ilə özü arasında oxşarlıq tapır. Deyir sənin də ipin başqalarının əlindədir. Sənin də cilovun özündə deyil. Mənim də ipim başqasının əlindədir. Mən də səninlə eyni yolun yolçusuyam. Ona görə də deyir, məni apar Məcnuna, yəni mənim sevgilim olan yerə məni apar. Və minir onun üstünə, yol gedə-gedə huşunu itirir, özünü unudur. Birdən-birə dəvə onu götürüb, yəni deyir, heç Sariban da bundan xəbər tutmur. Qaranlıq, gecənin qaranlığı elə idi ki, və birdən görür ki, Pəri özünə gəldi, yəni Leyli özünə gəldi və baş vermiş qəzanı bilir. Bu qəza da nə idi? Gözünü açıb özünü itmiş görür, bilmir hardadır. Dərdin üstünə dərd gəlir. Dəvəni tərpədir ki, özünü o tərəf bu tərəfə vurur ki, yol axtarsın. Burada da nə yolçu tapılır, nə karvan tapılır. Karvandan da artıq ayrılıb dəvə ayrıcı olaraq Leylini başqa bir məkana, yəni səhraya tərəf, səhranın Məcnun olduğu tərəfə üst tutmuşdu. Yol yazıq Məcnun diyarına gəlib çıxdı. Nigaran o yanı, bu yanı gəzərkən Ayözünün gözünə birdən bir zəif şəxs göründü və ona mail oldu. Yolu soruşmaq istədi, dedi kimsən? Başını qaldırıb dedi ki, Məcnunam mən. Leyli də ona tənə ilə cavab verir ki, ay özündən razı. Nə Məcnun? Deyir, qarışqa özünü əjdaha deyə bilməz, qarğa özünü bülbül adlandırmaz, ya da tikan güləm deyə bilməz. Bu bizə hansı əsəri xatırladır uşaqlar? Hanım olması, Nə? hanım olması qarşındakısı. Xeyr. O deyir, Məcnun qarşısındakı ad verir və qarşısındakı onun o olduğuna inanmır və özü Məcnun əslində qarşısındakı Məcnundur. Qarşısındakı Məcnundur. Məcnunu daha yüksək bir xarakter cəhətdə, yəni güclü olan predmetə bənzədir. Bunu isə daha aşağı. Deyir, yəni qarışqa əjdaha, qarğa bülbül, tikan gül, başqa hansı epizodu xatırlayır? Nüşabənin görüşməsində olur. İskəndərlə Nüşabə, bəli, nə var idi orada? Orada Məcnun öz Deyir, bəli, mən çayam, deyir, mən elçiyəm də. Mən bir çayam, İskəndər dənizdir. Aydındırmı? Bax, o hissəni xatırladır. Məcnun deyir ki, ey yeganə inci, sən Məcnunun bir nişanını bilirsənmi? Deyirsən, onu da görəndə tanıyasan. Leyli deyir ki, o pəri sifətdir, üzü də, qəddi də dilrubadır. Sən tikansan, o dünyanın əzizidir, sən səfil və sərgərdansan. Məcnun dedi ki, eşq əhli xar olur, səfa gözəllərə yaraşır. Leyli deyir, yaxşı, bəhanə törətmə. Artıq başda görün mənə ondan şeirlər, hekayətlər de. Mən inanım ki, sən Məcnunsan. Məcnun deyir, hal əhli lal olur. Göz yaşlarının onların halına şahid olmağa bəsdir. İbarələr gözəl sözlər, eşq əhli üçün deməli sadəcə sübutdur. Nəysə belə danışır. Deyirsən Leylini sevirsənsə, keçmişləri danış, onda biləcəm ki, sən həqiqətən Məcnunsan ya deyilsən. Artıq Məcnunun öz halını Leyliyə bildirməsi. Burada nədir məsələ? Demək, bunu eşidən kimi başlayır təsvir eləməyə. Deyir, mən dərdimin çəməninə su səpən, mən deyir, dildarımın qəmindənmi, sevənlərin nəsihətindənmi, ya düşmənlərin tənəsindənmi danışmır. Yəni, başından keçənləri danışır. Deyir, mən gah həkim çıldağı gördüm,
Gah səy ilə deyir Kəbəyə getdim. Heç bir yandan qapı açılmadı. Dostlarım əlacımda aciz oldu. Gah Nofələ yalvardım, yenə arzuma çatmadım. Gah yarım İbn Salama yar olub, bəlalı ürəyimə ağrı verdi. Deyir, gah bəlalı deməli Zeydin sözlərinə inandım, vədləri doğru sandım. Ümid ilə ömrüm, yəni ümid etməklə ömrüm zaya getdi. Taleyin hökmü halımı xarab etdi. Qısası vücudum bərbad oldu. Bir an fələkdən şad olmadım. Artıq bunları dedikdən sonra, nişanları verdikdən sonra Leyli Məcnunu tanıyır. Belə ki, deyir, kim olduğunu bildi, Leylinin Məcnun tanıması. Deyir, elə ki, kim olduğunu bildi, gözündən yaş seli axıtdı, yəni ağlamağa başladı. Deyir, ey gözümün çırağı, vəhşilərlə el, mənimlə yad olan, sən mənim dediyim dostum imişsən, ürək dərdimin təbibi imişsən. Yəni, deyir, mənim dərdimə çarəsən. Deyir, könlümün xəyalı fikri sənsən, səni tanıya bilmədiyim üzürlüdür, mən məstəm, deyir, məstin işi xətadır, yəni mən elə bil ki, özümdə deyiləm, ona görə mən üzürlü bil. Deyir, onda ki, mən sənin ətrini duydum, ay üzünün şüasını seçdi və minəza boyandı, heyranlıq dərəsinə batdı. Deyir ki, ümid gülşəninə su çiləndi, ay Allah, bu xəyaldırmı, yoxsa yuxudurmu? Deyir, artıq vüsal həsrəti ilə nalə çəkirdin, ay ürəyim, buyur, deyir, bu da ürək zövqünün vəsl dövləti. Deyir, artıq sən vüsala çatdın, Allah eşqinə, daha nalə çəkib ağlama. Deyir, ey gözüm, gül rəngi ilə, gül rəngli yaş töküb hərdəm hanı Məcnun deyirdin. O Yasəmən sənin qarşındadır, qədəmlərinə gövhər yağdır. Ey intizar çəkən canım, həmişə yarı görmək istəyirdin, ona yetişmisən deyir. Gəl indi bədənimdən çıx get, yarımın ol, məndən əl çək. Artıq burada Məcnunun Leyliyə etinasızlığı və öz saflığını sübut etməsi hissəsi var. Belə deyək, artıq burada yəni Məcnun artıq yorulmuşdu, usanmışdı. Onda deyir o taqət qalmamışdı. Ona görə də Leyliyə yaxın durmur. Deyir, ey pəriyə bənzər sənəm. Deyir, zəif çör-çöpə bir də od vurma. Ey Yasəmən üzlüm. Deyir, mənim sənin vüsalına taqət yoxdur. Məndə sənin vüsalına taqət yoxdur. Məni yandırmaq üçün xəyalın da bəsdir. Üzünün güzgüsünü göstərmə. Bir zərrənin ki vücudu yoxdur, ona güzgüdən fayda olmaz. Deyir, gözlərimdə nur olan günlərdə üzünü məndən gizləyirdin, ey Huri. İndi sənə baxmağım çətin olan vaxt, qarşımda dayanmağın nə üçündür? Eşqim vəsil binasını möhkəm eləyib. Mənada mən sənə bağlanmışam. Deyir, yəni mən gözlərim görən vaxtı, mənim o çağ vaxtımda sən belə məndən üz çevirərkən, mən belə artıq hər şeydən soyunmuş, təcrid olunmuş vəziyyətdəykən, nəyə görə gəlib yenidən o alovu qığılcımı yenidən atəşləndirmək istəyirsən, yenidən hərarətləndirmək istəyirsən? Bax belə, deyir, mən artıq sən məni məndən aldın, səndən kimə şikayət eləyim? Mən özüm yoxam, məndə var olan sənsən. Deyir, əgər mən mənəmsə, bəs sən nəsən ey yar? Sən sənsənsə, onda mən yazıq nəyəm? Bax belə bir fəlsəfi fikirlər bildirir, deyir. Deyir, indi böyüyüb mən ağıllanmışam. Deyir, mən səni, o məni sənə bağlamışdı. Deyir, əvvəl bu işin binası qoyulanda mən uşaq idim. Zamanə ustad, o məni sənə bağlamışdı. Elə bil ki, əlifba oxudurdu. Yəni, deyir, biz 10 yaşımızda da, yəni əlifba oxuyurdum, deyir, onda. Deyir, indi mən böyüyüb ağıllanmışam. Kamil də əbcəd dərsi oxuyarmı? Yəni, hərfləri kamil insan başlayıb yenidən əlifba oxumaq istəyərmi? Deyir, mən artıq kamilliyə yetişmişəm. O əlifbanı mən çoxdan keçmişəm. Deyir, mən rüsvayçılıqda ad çıxarmışam. Sən də bu yolu tutma. Leyliyə nəyə məsləhət görür? Deyir, İsmət pərdəsi içində aram ol. Rüsvay mənəm, sənin adın yaxşı qalsın. Deməli, Leyliyə özü kimi, yəni Məcnun kimi adın ellərə salmamağı, rüsvay etməməyi bildirir. Aləm məni Məcnun çağırır. Dəllik məndə yurt salıb, deyir, sən də aləmin dilinə düşmə, çünki Məcnunluq işi Leyliyə layiq deyil. Məcnun mənəm, ey vəfalı dildar, divanəliyə də layiq, mən layiqəm. Sən halını dəyişmə, Leylinin Məcnun olmağı
rəva iş deyildir. Qəmxarımsan ey pəri sifət, elə sənin qəmxarlığın da mənim bəsimdir deyir. Deyir, həmişə pərdənişin olub daima pərdədə qalasan. Yəni deyir, heç oradan üz göstərmə də mənə. Elə oradan qal, mən səni uzaqdan oradan sevim. Deyir, gün kimi hər dəm seyrə çıxıb camanı özgələrə göstərmə. Mən eşq səhrasının torpağıyam. Bütün il bilir ki, eşq yolunda təmizəm. Vəfalı yarım, mənə rəhm elə, tənə əhlinin ağzını açma. Çünki mən eşqin qaydasını yolunu tutmuşam. Namus qaydalarını unutmuşam. Namusunu hər ləkədən saxla, sən əqlin ətəyini əlindən buraxma. Deməli, artıq burada hadisələr sona çatmağa doğru gedir uşaqlar. Belə iş belə olanda Leyli başlayır nə etməyə? Deyir, ey kamil vücud. Yəni belə olan vaxtı Leyli də özünü sındırmır, öz qadınlıq qüruruna sığışdırmır. Deyir, mən səni yoxlayırdım. Deyir, mən bilirəm sən kamilsən, mən də kamiləm. Mən də heç səndən qovuşmaq istəmirdim. Mənim də məqsədim səni yoxlamaq idi. Deyir, sən əqlinin yüksəlişini sınayırdım, əsl halını sınayırdım, necə olduğunu bildim. Çox gözəl səviyyədəsən, bərəkallah. Deyir, eşqində riya olduğunu güman edirdim. Sənin davranışını imtahana çəkir. Məsələn, belə bir şey yoxdur, sadəcə geri da addım atır. Və deyir, mən qafil bir özünü sevər idim, nadanlıqda daim məst idim. Deyir, mən səni yoxlayırdım, sən bu testdən, sınaqdan, bu imtahandan çıxdın. Və Leylinin anasına vəsiyyəti və ölməsi artıq deyir, Tanrısına sirrini dedi, ürəyindəki yalvarışını bildirdi. Bəli, qısası burada Tanrıdan ölməyi arzulayır və deyir, ya Rəbb, məni heçliyə yetir. Çünki haqq yolum heçlik yoluymuş. Artıq başa düşür ki, bundan sonra Məcnuna qovuşmaq mümkün deyil. Ona görə də Allaha qovuşmaq istəyir, elə sufiliyə uyğun olaraq və pak sifət, yəni təmiz daxilə sahib olduğu üçün bu arzusu da həmən həyata keçir və artıq sonda utanmaqdan əl çəkir və gizli sirrin anasına açır. Sonda bəli, kimin eşqi ilə divanə olduğunu bildirir. Deyir, məlumundur ki, mənim deməli artıq mən eşq qəmindən ölürəm. Ruhuma sancılmış xəncərdən ölürəm. Mən bədbəxt ağlar aşiqəm. Deyir, bir ay üzlünün vurğunuyam. Onun da adı nədir? Deyir, Qeys ikən adı Məcnun olub. Deyir, bəli, artıq Məcnun adım burada bildirir ki, mən Məcnun eşqinə divanə olmuşam. Ey ömrümün muynisi ana, qəmxarım, sədaqətli dostum ana, mən ədəbiyyat diyarına üst tutanda, dünyaya vida edib gedəndə, mənsiz ah fəqan eləyib səhralara düşəndə, əgər yolun onun diyarına düşsə, mənim dərdimi o yaralıya yetir. Bir də onu tapşırır ki, deyir, birdən yolun səhraya düşsə, dərdimi Məcnuna yetir. Bəli, deyir, ona de ki, ey vəfalı dildar, ağlar Leyli yolunda deyir, sənin yolunda can verdi. Deyir, eşqdə sənə verdiyi söz yerinə yetdi. Dediklərində əyrilik olmadı. Deyir, mən aşiqin dilinə ona de ki, ey eşqdən vəfadan dəm vuran. Mən xəlvət dünyasına qovuşdum, azad və şad oldum. Sən də gəl və gör, gecikmə, gözləyirəm, vaxtını itirmə. Deyir, yəni mən öldüm, sən də öl. Əgər sən də bu yola sadiqsənsə, səbr eyləmə, dünyanı tərk et. Gəl ürək arzumuza çatıb o yerdə yar olaq. Yəni neyini Allaha qovuşaq ikimiz də. Bu da nədən gəlir? Saflıqdan da, sufizmdən gəlir ki, gəl orada yad yoxdur deyir. Deyir, orada yar olaq və həmişəlik bir evdə olaq ki, oradan da deyir, səda çıxmaz. Yəni oradan bizi qovanlar, oradan bizi təqib eləyənlər olmayacaqdır. Vəsiyyətini sona yetirir və vüsal arzusu ilə canını tapşırır. Leylinin vəfatından Məcnun xəbərdar olması və bu dərdə dözməyib ölməsi sizcə ən bildiyiniz Leylinin ölüm xəbərini Məcnuna kim çatdırır? Bəli, Zeyd. Nə təsadüf. Zeyd gəlib bu hadisəni də Məcnuna deyir, ay taleyi bədbəxt. Zəhləsi filan gedirmiş, bəlkə də Zeydin ondan altdan bu kimi iynəli sözlərlə gedib sözlərini soxurmuş hər dəm. Güya ki, dostudur bunun yanındadır. Deyir, ay bədbəxt.
Malını yığışdır, sənin bazarın pozuldu. Deyir, bu zəncirdən deyir canını qurtar. Hə, heç nə. Yəni deyir ki, az qaldı ki, bu ailədən Dildarı o dünyada əcəl yuxusundan oyansın. Yəni Məcnunun ahı. Belə deyək, artıq yəni bu xəbəri eşitdikdən sonra Məcnun ah-nalə edir və fəryad göylərə ucalır. Zeydlə bərabər yola düşür. Elə bir gündə idi ki, deyir Allah göstərməsin. Deyir göz yaşları gəldi, bəli, Leylinin qəbir üstünə deyir torpaq elədi. Deyir Leylinin qəbri üzərinə gəldi və göz yaşları qəbrin torpağın üstünü doydurdu və altında suladı. Artıq deyir ki, göz yaşına xitabən dedi ki, ey qara ayrılıq gecəsinin ulduzu, indi sən çıxmağın vacibdir. Deyir, gör hardadır o yeganə inci. Deyir, ruhum, ged yəni ona tap. Deyir, ey Şam, bu qaçmağın nədir? Mən bəxtiqaradan gizlənməyin nədir? Aləm bizə qəm şərabının camını tutanda bu camdan həm mən içdim, həm sən. Deyir, artıq yoldaşım idin bu yolda, ey mah, yəni ey ay. Deyir, heç yolda yoldaş yoldaşını qoyub gedərmi? Deyir, xalına toxunma, ey qarışqa. Yəni, orada torpaqda olan həşəratlara deyil də. Deyir, ey qarışqa, çünki hicranlı canım ona bağlıdır. Ey ömrüm, daha başa gəl. Axı dünya gözümdə qaraldı. Nə qədər ki yar var idi, aləm mənə xoş idi. Yar yoxdursa, deyir, olanlar da yox olsun. Ey canım, xəstə bədənimə vida et. Yəni ölməyə arzulur. Ələmmə və qəmimə son qoy. Məni bu qəm istirabından qurtar, vücuduma yoxluq dünyasından müjdə ver. Güzgümün pasını sil, etibar pərdəmi parçala. Və deyir, nə varsa yox elə, səndən mənə kömək lazımdır, mən getməsəm böyük xətadır, Allah eşqinə köməyində ləngimə, çünki bəxtimə saadət üz verib. Deyir, ya Rəbb, mənə nə cisim, nə can gərəkdir. Cananımsız cahan mənə gərək deyil. Bundan sonra məni zəlil və xar etmə, fələyin sərsəmi eləmə. Bəli, sonda da əhvalat tamamlanır. Belə ki, artıq bu ürəyindəki sözləri bitirdikdən sonra əməl bağçasından gül dərdi, əcəl qədəhindən mey içdi, Nigarının məzarını qucaqlayıb canını ona qurban elədi, zavallı və səbirsiz aşiq Leyli deyərək öz şərincanını verdi. Deməli, Məcnun da gəldi, sevgilisinin ayrılığına, düşdüyü böhranlı vəziyyətə düşməyən Leyli öldü və Məcnun da bu dərdə dözməyib, gəlib Leylinin məzarı üstündə öldü. Və onu dəfn elədilər, belə deyə. Dərdli Zeyd bu halı görəndə yaxasını yırtıb fəryad qopardı. Demir də orada ki, başların yedi ikisinin də. Nəysə, zar-zar ağladı ki, bütün ailəm ahının oduna toplaşdı. Deyir, bütün el cəm olub, Məcnun Bəxtiqaranı qəbir üstünə yıxılıb, canının sevgilisinə qurban vermiş gördü. Onun halını ağlaya-ağlaya dəfn etmək qərarına gəldilər. Yəni Məcnun da dəfn elədilər, Leylini də dəfn elədilər, Məcnunu da dəfn elədilər. Yəni bərabər o dəfn elədilər. Və burada təbii ki, nə oldu? Gəldi Zeyd, deməli bunları yuxuda gördü. Yəni orada gəldi. Neynədir? Onların üstündə gəldi, dayandı. Nəhayət artıq görür ki, dərdlisinə yetişdi. Ruh göylərdə ruhla görüşdü, bədən yerdə bədənə qovuşdu. Bütün çətinliklər də yox oldu, deyir. Deyir, bir məclisdə iki şah qonaq oldu, bir bürc iki aya mənzil oldu və bütün bu əfsanə bütün dünyaya yayıldı. Yəni Zeyd yuxuda bu Leyli ilə Məcnunu bir-birinə qovuşmuş görür və deyir, bu əfsanə də bütün dünyaya yayıldı.